Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə mən sizə proqrama ən son əlavə olunmuş mövzulardan tədrisdə dizayn düşüncəsinin izahını təqdim edəcəm. Bu mövzunu çalışacağam mən sizə sadələşdirilmiş versiyada izah edim. Düşünürəm ki, izahdan sonra sizə qaranlıq heç nə qalmayacaq. Deməli, tədrisdə dizayn düşüncəsi deyəndə nə nəzərdə tutulur, nə başa düşülür? Burada şagirdin sadəcə nəzəri məlumatları oxuyub onunla kifayətlənməsi yox. Həmçində burada şagirdin özünün kreativ ideyalarını, yaradıcı ideyalarını ortaya qoyması, yeni həll yolları, yeni ideyalar irəli sürməsi, yeni ideyaları yarada bilməsi nəzərdə tutulur. Yəni uşaq sadəcə ənənəvi tədrisdəki kimi nəzəri məlumatları öyrənib onunla kifayətlənmir. Öz yeniliklərini, kreativliklərini irəli sürür burada. Biz hal-hazırda bilirik ki, STEM dərsləri tədris olunur, düzdürmü? Məhz bu yanaşmada, bu mövzumuzda bizim həmin o STEM dərslərindən sonra proqrama daxil olub. Hal-hazırda da biz bilirik ki, zaten süni intellekt dövrüdür, müasir dövrdəyik, dövr inkişaf eləyir və bu kimi mövzular bizim proqramımıza əlavə olunub. Deməli, tədrisdə dizayn düşüncəsi deyəndə, bayaq da dediyim kimi, problemləri yaradıcı şəkildə yanaşmaq, kreativliklərimizi ortaya qoymaq, həmçinin də bu, şagird mərkəzli bir yanaşma modelidir. Şagirdi ön planda tutan bir modeldir. Biz bilirik ki, müəllim mərkəzli model var, bir də şagird mərkəzli model var, düzdürmü? Müəllim mərkəzli modeldə biz nə deyirik? Şagird pasiv mövqedə qalırdı. Daha çox prosesdə aktiv tərəf kimi çıxış edir müəllim. Müəllimin izahı ön planda olur, nəzəri bilikləri ötürür, bilik verən tərəf kimi çıxış edir müəllim ancaq. Bax, bu kimi xüsusiyyətləri idi. Şagirdə seçim haqqı verilmirdi. Şagird tədqiqat aparmır, araşdırmır, yəni özü araşdırmaya sövq edilmir. Bu müəllim mərkəzli modeldir. Yəni daha çox şagird pasiv tərəfdə çıxış edib nəzəri məlumatları dinləyən tərəf olurdu. Amma şagird mərkəzli təlimdə isə bunun əksinədir. Şagirdə nə edirik? Seçim haqqı veririk. Təkcə dərsliklə kifayətlənmir uşaq. Özü də müxtəlif mənbələrdən axtarır, araşdırır, yeniliklər əldə edir, öz fikirlərini, təkliflərini, ideyalarını irəli sürür. Yəni tədrisdə dizayn düşünməsi də məhz şagird mərkəzli yanaşmanı ön planda tutan bir, belə deyim ki, modellərdən biridir. Və burada da 5 dənə mərhələsi var. İndi əsas bu mövzunun canı, məğzi o 5 dənə mərhələ üzərində qurulub. Onlar haqqında mən sizə izah verəcəm. Və burada da uşaq daha çox real ehtiyacları anlayıb və praktik həlləri sınaqdan keçirilməsi ilə tamamlanır bu 5 dənə mərhələ. İndi izah verəcəm bu cümlənin də mahiyyəti nədən ibarətdirsə. Yəni burada da uşaq yeni bir şey yaradıb, onu sınaqdan keçirir. Biz keçmişdik ki, sizlə layihə əsaslı modeldə. Orada da biz deyirdik ki, uşaq yeni bir şey yaradıb, onu sınaqdan keçirir. Burada da həmçinin. Və tədrisdə dizayn düşünməsi doğrudan da yaxşı olan, maraqlı olan bir mövzulardandır. Həm burada, belə deyim də, uşaqlar üçün maraqlı olur. Şagirdlərin fəal iştirakı ön planda olur dərs prosesində. Həmçində müəllim dərsi daha maraqlı, daha effektiv qurmağa köməklik göstərən bir yanaşmadır. Deməli, biz dedik ki, dizayn düşünməsi 5 dənə mərhələdən ibarətdir, düzdürmü? Hansı mərhələlərdən? Birinci mərhələ empati qurmaqdır. İkincisi, problemi müəyyənləşdirmədir. Üçüncüsü, prototipləşdirmə. Üzr istəyirəm. Üçüncüsü, ideya yaratmadır. Dördüncüsü, prototipləşdirmə. Beşincisi isə test etmə, yəni sınaqdan keçirmədir. İndi bir-bir mən sizə bunların izahını təqdim edəcəm. Deməli, birinci başlayaq elə empatiya qurmaqdan. Empatiya qurmaq, biz zaten bilirik ki, empatiya nədir? Qarşımızdakı insanları başa düşmək, onların yerinə özümüzü qoya bilmək, başqalarının keçirdiyi hissləri, yəni başqa insanları da düşünə bilmək. Bu empatiya qurmaqdır, düzdürmü? Həmçində bunu qeyd edeyim ki, bu mərhələlər həm şagirdlər üçündür, həm də müəllimlər üçün. Müəllimlər də istifadə edir, şagirdlər də. Yəni hər ikisi üçündür bu. Burada empatiya deyəndə, baxın, həm kitabda olan cümlələri mən sizə oxuyacağam. Çünki bəzən görəcəksiniz ki, bu sırf mən qeyd edəcəm. Testlərdə sırf kitab cümlələri qarşımıza çıxacaq. Amma situasiya formasında qarşımıza çıxacaq. İzah verdikdən sonra yaza biləcəksiniz. Deməli, empatiya mərhələsində deyilir ki, bu mərhələ dizayn düşüncəsinin başlanğıc nöqtəsidir və əsas məqsəd real istifadəçinin ehtiyaclarını, hisslərini, təcrübələrini, qarşılaşdıqları problemləri dərindən anlamaqdır. Şagirdlər burada tədqiqat aparır, müşahidə edir, suallar verir, istifadəçinin baxış bucağını dərk etməyə çalışırlar. Bilirəm ki, buradan heç nə başa düşmədiniz. İndi mən sizə loru dildə bunun izahını təqdim edəcəm. Yəni biz burada deyirik ki, empatiya mərhələsində problemi, məsələn, hər hansı bir problem müəyyənləşdirilir uşaqlar komanda şəklində. Həmin o həll yollarını irəli sürürlər sonradan. Əvvəlcə birinci empatiya mərhələsində
Problem kim üçündür? Problem nədir? Problem əvvəlcə kim üçündür? O sualın cavabını axtarmağa çalışırlar ki, yəni real istifadəçilərin ehtiyacları nələrdir? Bu problem ümumiyyətlə kim üçündür? Ümumi məktəb problemidirmi? Uşaqlar üçün olan bir problemdir? Müəllimlər üçün olan bir problemdir? Əvvəlcə uşaq bu mərhələdə empatiya mərhələsində müşahidə aparır. Suallar verir, müsahibə aparır. Müəllimlərə ayrı, uşaqlara ayrı, ümumi məktəb heyəti ilə. İndi problem nədirsə əvvəlcə onun üzərində istifadəçi kimdirsə, həmin o istifadəçilərə müsahibə apararaq suallar verir ki, sizdə problem nədir? Yəni ki, bu məsələn filan şeyi istifadə etməkdə hansı mənfi cəhətləri var, hansı müsbət cəhətləri var? Yəni təkcə uşaq bu mərhələdə öz nöqteyi nəzərindən çıxış etmir. Başqa insanları, real istifadəçiləri nəzərdə tutur. Bunu məsələn bir nümunə üzərində başa salım ki, başa düşməyiniz üçün. Tutalım ki, məktəbdə elektron lövhə var, ağıllı lövhə var. Ağıllı lövhədən istifadə etmək dərsi daha da yaxşılaşdırır kimi bir fikir irəli sürülüb və bunun üçün uşaq müsahibə aparır məktəbdə. İndi bu ağıllı lövhəni harda istifadə edir? Uşaqlar məktəbdə istifadə edir də, düzdürmü? Bunun uşaqlar da istifadə edir, müəllimlər də istifadə edir dərs prosesində. Bunun üçün istifadəçilərdən müsahibə götürməyə başlayır. Bunun istifadəçiləri dediyim kimi kim ola bilər? Təbii ki, müəllim də ola bilər, şagirdlər də ola bilər. Başlayır artıq həmin o insanlardan, həm şagirdlərdən, həm müəllimlərdən müsahibə götürməyə, suallar verməyə başlayıram ki, bu elektron lövhədən dərs prosesində istifadə edəndə mənfi tərəfləri nədir? Və yaxud da onların müsbət tərəfləri nələrdir? Kimsə müsahibə nəticəsində deyə bilər ki, mənfi tərəfləri odur ki, uşaqların fikri yayınır, dərsi yaxşı öyrənə bilmirlər. Kimsə müsbət tərəflərini deyə bilər ki, ağıllı lövhələrdən istifadə etmək yaxşıdır, dərsi diferensial şəkildə qurmağa xidmət edir, inklüzivliyi təmin etmiş oluruq, uşaqların daha maraq dairəsində olur. Yəni kimsə mənfi tərəflərini deyə bilər, kimsə müsbət tərəflərini deyə bilər. Hər kəs öz fikirlərini irəli sürür burada. Uşaqlar empatiya qurur. Yəni mənim fikrim belədir, tək özünü düşünmür də. Artıq müsahibə nəticəsində real istifadəçiləri, baxın burada deyilir ki, əsas məqsəd real istifadəçinin ehtiyaclarını, hisslərini, təcrübəsini, qarşılaşdıqları problemləri dərindən anlamaqdır. Yəni bununla uşaq nə edir? Müsahibə götürür. Təkcə öz nöqteyi nəzərindən, öz baxış bucağından dəyərləndirmir də belə deyim ki, bu prosesi. Burada müsahibə nəticəsində həm mənfi tərəfləri, həm müsbət tərəfləri araşdırır. Başqa insanları, real istifadəçiləri düşünür. Deməli, bu nə oldu? Bu oldu bizim birinci mərhələmiz. Empatiya qurma mərhələsi şagirdin yalnız məntiqi deyil, emosional düşünməsində işə salır. Bu isə sosial-emosional öyrənmə ilə birbaşa əlaqəlidir. Şagird özünü başqasının yerinə qoymağı, hissləri anlamağı öyrənir və sosial məsuliyyət hissini inkişaf edir. Təbii ki, bilirik ki, başqa insanın yerinə özünü qoya bilir, onların keçirdiyi hissləri, yəni başqa insanları başa düşməkdən söhbət gedir. Amma burada təkcə emosional yox da məntiqi cəhətdəndir. Yəni burada real istifadəçilərlə müsahibə götürür, suallar verərək araşdırır ki, uşaq. Yəni bunu istifadə etsək dərs prosesində hansı mənfi tərəfləri ola bilər, hansı müsbət tərəfləri ola bilər? İndi gələk ikinci mərhələyə. İkinci mərhələdə nə olursa baxaq. Sonra gəlir burada ikinci mərhələ, problem müəyyənləşdirmə mərhələsi. Baxın, problem müəyyənləşdirmə mərhələsində artıq biz burada birinci mərhələdə, empatiya mərhələsində, müsahibə nəticəsində əldə etdiyimiz informasiyalar nəticəsində artıq bizə imkan verir ki, problemli bir situasiyanı ortaya qoyaq. Problemin nə olduğunu müəyyənləşdirək. Baxın, burada indi deyilir ki, bu mərhələdə empatiya mərhələsində toplanmış müşahidə və müsahibə nəticələri sistemləşdirilir. Əsas problem nədirsə, o müəyyənləşdirilir. Məqsəd çoxlu məlumat arasından ən vacib ehtiyacı və çətinliyi müəyyən etməkdir. Problem kimə aiddir, nə baş verir və bu niyə vacibdir? Yəni, ikinci mərhələdə biz birinci mərhələnin davamı olaraq empatiya mərhələsində insanlarla müsahibə apardıq. Real istifadəçi kimdirsə, problem nədirsə, onlarla müsahibə apardıq, müsbət mənfi tərəfləri soruşduq. Artıq onların arasından əldə etdiyimiz informasiyalar nəticəsində biz artıq problemli bir situasiyanı ortaya qoymalıyıq. Həmin o problemi müəyyənləşdirməliyik. Həmçinin də biz burada necə edə bilərik ki formasında olan sual tərtib etməliyik. Görürsünüz, daha sonra bu anlayışa əsaslanaraq necə edə bilərik ki cümləsi
cümləsi ilə başlayan qısa və konkret problem cümləsi formalaşdırmalıyıq. Bu cümlə problemi müsbət və fəaliyyət yönümlü şəkildə edir. Eyni zamanda komandanı birgə düşünməyə və həll yolları axtarmağa təşviq edir. Mərhələnin məqsədi problemi ümumi şəkildə təsvir etmək yox, üzərində işləmək və həll dizaynı üçün aydın istiqamət yaratmaqdır. Deməli, biz dedik ki, uşaqlar burada birinci mərhələnin davamıdır. Əldə etdiyi informasiyalar müsahibə nəticəsində, düzdürmü? Cəmaatı dinlədi, müəllimləri, şagirdləri və yaxud da kimdirsə, real istifadəçi. Onları dinlədi və onların fikirlərini sistemləşdirərək burada əldə olan informasiyalar problemli bir situasiya ortaya qoymağa şərait yaradır uşaqlara və burada uşaqlar komanda şəklində, birgə fəaliyyət, komanda şəklində əməkdaşlıq edərək, ünsiyyəti düzgün quraraq bu formada o problemi müəyyənləşdirirlər və problemi həll yolları irəli sürürlər. Yəni ikinci mərhələdə hələ problem ortaya çıxır. Və necə edə bilərik ki, cümləsi olmalıdır. Bayaq mən sizə nümunə gətirmişdim ağıllı lövhədən. Məsələn, burada da ikinci mərhələdə problem qoya bilər ki, necə edə bilərik ki, ağıllı lövhədən dərsdə istifadə etmək mümkün olsun, amma ki, uşaqların da diqqəti yayınmasın. Yəni, bu kimi bir dənə problem ortaya qoya bilərlər. Və bu problemi hardan gəldik? Təbii ki, empatiya mərhələsindən istifadəçiləri nəzərə aldıq və bu problemi biz ortaya qoyduq. Sonra gəlir nə? Üçüncü mərhələ. Üçüncü mərhələ nə olacaq artıq burada? Bu ideya yaratma mərhələsi. Yəni, yeni ideyanın yaratması. Birincidə empatiya oldu, ikincidə problemi artıq müəyyənləşdirdik. Nədirsə problem ortaya çıxdı. Artıq üçüncü mərhələdə nə edirlər? Həmin o problemə həll yolları irəli sürürlər. Bu mərhələ yaradıcılıq prosesinin mərkəzidir. Şagirdlər heç bir məhdudiyyət olmadan, baxın burada çox ciddi bildim ki, diqqət yetirilməli olan nüanslar var. Şagirdlər heç bir məhdudiyyət olmadan mümkün qədər çox ideya irəli sürürlər. Şagirdlər çərçivədən kənar düşünməyi, fərqli perspektivlərdən baxmağı və yaradıcı risklər almağı öyrənirlər. Baxın, burada ideya yaratma mərhələsi, şagird burada əsas məqsəd burada belə deyim də, yaxşı, ən doğru ideyanı tapmaq deyil, müxtəlif və yeni həll yolları, yeni variantlar irəli sürməkdir. Biz hansı ki, sizlə beyin həmləsi keçmişdik, düzdürmü? Beyin həmləsi iş üsulunda biz deyirdik ki, hər hansı bir problem ortaya qoyulurdu. Həmin o problemi şagirdlər hər öz həll yollarını, təkliflərini irəli sürürdü, düzdürmü? Amma həmin o şagirdlər hər öz həll yollarını, fikirlərini irəli sürəndə kimsə kimsəyə deməməli idi ki, sənin fikrin pisdir, sənin fikrin yaxşıdır. Yəni, burada artıq mühakimə edilmir, fikirlər dəyərləndirilmir. Heç kimin fikrinə pis bir, belə deyim ki, rəy verilmir. Burada hamının gətirdiyi fikrə mümkün həll yolu kimi, mümkün həll variantı kimi baxılırdı. Dəyərləndirmə aparılmır. Baxın, burada deyilir ki, şagirdlərə heç bir məhdudiyyət olmadan mümkün qədər çox ideya irəli sürürlər. Yəni, burada şagirdlər nə qədər çox ideya sürsələr, o qədər yaxşıdır. Baxın, testlərdə situasiya bunların üzərindən düşəcək. Ona görə diqqətli olun. Yəni, mühakimə edilmir, uşaqların fikirləri dəyərləndirmir. Məqsəd burada ən doğru ideyanı tapmaq deyil, müxtəlif yeni həll variantları yaratmaqdır. Yəni, uşaqlar ancaq yeni ideyalar irəli sürsün, öz beyinlərini, düşüncələrini inkişaf elətdirsin, yeni ideyalar irəli sürsünlər. Və sonra da beyin həmləsində də olduğu kimi ən sonda artıq bütün fikirlər ortaya yığılır. Onların arasında artıq müzakirə prosesi biz yarada bilərik. Sonraki mərhələ, bu oldu ideya yaratma mərhələsi. Sonraki mərhələ burada gəlir. Belə eləyək ekranımızı. Prototipləşmə. Prototipləşmə bu sizə bildim ki, biraz təzə termindir də bu prototipləşmə. Bugünə kimi kurikulumda qarşılaşmamışdıq bu terminlə. Deməli, prototipləşdirmə deyəndə nə deməkdir, nə nəzərdə tutulur? Burada hər hansı bir ideyanı görsəl şeyə çevirmək. Yəni, prototipləşdirmə bir var ki, mən ideyanı irəli sürdüm, bir fikir formasında irəli sürdüm. Bir də ki, mənim beynimdə olan, düşüncəmdə olan fikirlərimi mən real bir məhsula çevirirəm. Ortaya gözlə görəcək, görsəl bir şeyi çevirirəm. Bir var, bayaq dedim ki, yəni şagirdə şifahi şəkildə fikir kimi deyəsən. Bir də var ki, o ideyanı hər hansı bir gözlə görən modeldir, slayddır, sxemdir, yəni portretdir, şəkil formasını, yəni görsəl bir hala çevirmək. Bu nədir? Bu prototipləşmə adlanır. Həmçində
Məsələn, evə hər hansı bir, tutalım ki, şkaf yığırıq, mebel yığırıq. Bir var ki, məsələn, sözlü şəkildə deyəsən ki, hə mən burada qapını bu cür istəyirəm, şkafın o tərəfinə, nə bilim, bu küncünə bu formada şkaf yığasan. Bir var sözlü şəkildə deyəsən, bir də var ki, bunu eskiz üzərində, bir dənə vərəq üzərində eskiz formasına gətirərək, çəkərək sxem formasında çəkib göstərəsən. Bax, bu prototipləşdirmə, yəni beyində olan fikirlərimizi görsəl hala gətirməyimiz prototipləşdirmə adlanır. Burada fərziyyələri vizual bir hala gətirmək nəzərdə tutulur. İndi oxuyaq prototipləşdirmə nədirsə. Mərhələsində ideya yaratma mərhələsindən seçilmiş ən uyğun fikir və ya fikirlər test oluna biləcək konkret formaya salınır. Prototip dedikdə mütləq hazır və mükəmməl məhsul nəzərdə tutulmur. Məqsəd ideyanı görünən və yoxlana bilən etməkdir. Bu kağız da ola bilər, eskiz də ola bilər, dərs planı, qısa ssenarisi, rol oyunu, maket, sadə rəqəmsal dizayn kimi çox sadə bir format ola bilər. Baxın, burada ən çox diqqət yetirəcəyiniz bir məqam var. Burada nə deyilir? Burada deyilir ki, prototip dedikdə mütləq hazır və mükəmməl məhsul nəzərdə tutulmur. Burada sadəcə məqsəd ideyanı görünən və yoxlana bilən etməkdir. Biz 3-cü mərhələdə dedik ki, problemə həll yolları, ideyalar irəli sürdü. Düzdürmü? Yəni fikir şəklində, ideya şəklində irəli sürdü. O fikirlərimizi bir görsəl hala gətirmək prototipləşdirmədir. Yəni burada uşaq tam şəkildə hazır, mükəmməl bir məhsul ortaya çıxartmır. Burada hələ mükəmməl bir məhsula çatana kimi sadə bir maket formaya salınır. Yəni test oluna biləcək, hələ sınaqdan keçirmək üçün, belə deyim, hələ 5-ci mərhələ test etmə mərhələsidir axı. Həmin o mərhələ üçün bir dənə testdən, sınaqdan keçirmək üçün bir sadə məhsul, sadə bir maket ortaya qoymaq nəzərdə tutulur. Yəni prototipləşdirmə təkcə hazır model deyil, tam mükəmməl şəkildə hazır bir model sayılmır. Sadəcə fikirləri görsəl hala gətirir, sadə bir maket ola bilər. Orada şərt deyil ki, mütləq şəkildə texniki baxımdan tam işlək, real şəraitdə istifadə olunan bir məhsul olsun. Yəni bu şərt deyil burada. Yəni prototip mükəmməl və yaxud da tam işlək olması vacib deyil. Əsas məqsəd burada ideyanı görünən, test edilə bilən formaya salmaq və belə deyim də 5-ci mərhələ üçün hələ sınaqdan keçirmək üçün bir sadə maket halına gətirmək. Bu da prototip. Yəni tam məhsul ən sonda, sınaqdan da keçirdikdən sonra uşaqlar nə isə ortaya qoya bilərlər. Ona görə baxın, bu testlərdə qarşınıza çıxar, çaşdırmayın. Sonra deməyin ki, ay müəllim, bəs bu prototipdə nə isə yaradıb ortaya qoymuruq. Yaradırıq, ortaya qoyuruq, sadə bir maket formasında tam mükəmməl hazır bir məhsul ortaya qoymuruq. Bu nə oldu? Bu oldu prototipləşdirmə. Sonra burada nə deyilir? Bu mərhələnin əsas üstünlüyü odur ki, ideya artıq fikirdə qalmır. Yəni əsas üstünlük odur ki, sadəcə bir var fikir formasında deyəsən, bir də var artıq onu gözlə görəcək bir şəklində gətirmisən də, sadə bir versiyasını, nə bilim kağızdan bir ev qurub nəsə, indi problem nədirsə, onun üzərində gözlə görünən bir məhsul halına gətirmisən. Real istifadəçinin görə reaksiya verə biləcəyi bir şeyə çevrilir. Prototip hazırlanandan sonra qrup onu istifadəçiləri və hədəf qrupla sınaqdan keçirir. Nəyin işlədiyini, nəyin anlaşılmadığı, nəyin dəyişdirilmə vaxtı, resursu boşa xərcləmədən öyrənməyə imkan verir. Yəni növbəti mərhələ üçün. İndi gələk 5-ci mərhələ test etmə mərhələsidir. Ən son mərhələ test etmə mərhələsi, yəni sınaqdan keçirmə mərhələsidir. Bu mərhələdə məhsulun belə deyim də gözdən qaçan, hansısa məsələn nə isə yaratmışıq indi sadə maket formasında, əvvəlcə onu baxırıq. Nə isə belə deyim ki, unutmuşuqmu, nə isə orada səhv etmişikmi, gözdən qaçan nəsə bir şey varmı, yəni tam düzəldilməsi olan bir şey varmı, nə isə səhv ediblərsə, onu artıq test edib sınaqdan keçirirlər. Bu mərhələdə prototip real istifadəçilərə sınaqdan keçirilir. Məqsəd ümumi fikir toplamaq deyil, dəqiq müşahidə və məqsədli rəy əldə etməkdir. Baxın, bu mərhələdə rəy vacibdir. Yəni burada müxtəlif istifadəçilər, yəni kimdirsə, bu hazır yaratdığımız məhsulu istifadə edən kim olacaqsa, həmin insanların rəyləri artıq burada önəmlidir. Həmin insanlardan rəy alırıq. Dizayn düşüncəsinin bildim qeyri-xətti mahiyyətini əks etdirən test, rəy, düzəliş. Baxın, bunu yadda saxlayın, bu mərhələdə test, rəy, düzəliş. Yəni başqa insanlardan, bunun istifadəçiləri kimlərdirsə, artıq baxır, onlardan rəy alır. Onların fikirlərinə əsasən nə isə bir düzəliş edilməsi olan yer varsa, düzəliş edib ən sonda ortaya bir məhsul, tam şəkildə hazır olmuş bir məhsul ortaya qoymaq nəzərdə tutulur. Baxın, bir də bunu qeyd edeyim ki, sizə biz deyirik ki, bu 5 dənə mərhələ
ardıcıl olsa da proses burada çevikdir. Lazım gəldikdə geri dönüş mümkündür. Yəni tutalım ki, uşaq artıq 5-ci mərhələyə çatıb, nə isə yaradıb və sınaqdan keçirmə mərhələsinə çatıblar burada uşaqlar komanda şəklində. Görürlər ki, sınaq edəndə səhvlər ortaya çıxır. Yəni nəsə bir düzəlişlər lazım gələn yerlər ola bilər. O vaxt uşaq geri qayıdır, o biri mərhələlərə geri qayıda bilər, düzəliş edə bilər və yaxud da nə isə artıq son mərhələyə çatıblar və istifadəçilərin rəylərinə qulaq asırlar. Nəsə bir problem yaranıbsa artıq birinci mərhələyə, empatiyaya qayıda bilər. Baxırlar ki, burada istifadəçilər üçün başqa nəsə çətinliklər ola bilərmi? Bunu istifadə edən insanlar nəsə bir çətinliklə yenə qarşılaşa bilərmi? Artıq özlərini onların yerinə qoyaraq dəyişdirmə, nəsə bir prosesdə dəyişiklik lazımdırsa, səhvi düzəltməkdən ötürü növbəti əvvəlki mərhələlərə qayıda bilər. Baxın, bunu da yadda saxlayırsınız, testlərdə qarşınıza çıxa bilər. Yəni deməli, bu 5 dənə mərhələ biz dedik ki, birincisi empatiya idi, ikincisi problemi müəyyənləşdirmə, üçüncüsü ideya yaratma, prototipləşdirmə və test etmə mərhələsi. Bu 5 dənə mərhələ ardıcıldır, amma lazım gələrsə 5-ci mərhələdə sınaqdan keçirən zaman nəsə bir düzəliş etmək lazımdırsa, nə isə bir səhv etmiş bir yer varsa, rəyləri də nəzərə alaraq artıq köhnə əvvəlki mərhələlərə qayıdaraq düzəliş edə bilərlər. Və son mərhələdə hazırlanan prototip real istifadəçilərə, sinif yoldaşlara, müəllimə təqdim olunur. Onlardan rəy alınır, ideya rəy əsasında təkmilləşdirilir. Test mərhələsi şagirdə öyrədir ki, yaxşı məhsul ilk cəhddə mükəmməl olmur. Rəy almaq və rəyə əsasən də dəyişiklik etmək inkişaf prosesinin bir hissəsidir. Və bununla bağlı belə deyim ki, bu tədrisdə dizayn düşüncəsi bir sıra fənlərdə biz bundan istifadə edə bilərik. Təkcə yəni demək olar ki, bütün fənlər, texniki fənlərdə yox, o bir fənlərdə də biz istifadə edə bilərik. Fizika dərslərində də istifadə edə bilərik. Müxtəlif elektrik dövrələrin qurulması falan. Sadə bir maket formasında uşaqlar nə isə orada yarada bilərlər. Düzəldib o məsələn işıqlandırma sistemini falan həyata keçirdə bilərlər sadə bir formada və bir sıra fənlərdə biz bundan istifadə edə bilərik. Və tədrisdə dizayn düşüncəsinin əhəmiyyəti nədən ibarətdir? Hal-hazırda dediyim kimi STEM dərsləri də tədris olunur və STEM dərslərindən sonra da bu bizim proqramımıza daxil olan bir mövzulardandır və burada da şagirdlərə problemlərə fərqli şəkildə, fərqli baxış bucağından görməsinə şərait yaradır. Bir problemli situasiyanı ortaya qoyub uşaqlar artıq özləri o problemin nə olduğunu müəyyənləşdirirlər. Həmin o problemi ortaya çıxardırlar. Problemin nə olduğunu, çətinliyin harda olduğunu, problemin necə həll etmək lazımdır ki, onu aradan qaldıraq. Artıq bunu uşaqlar özləri tapırlar. Belə olduğu halda da uşaqlarda həm yaradıcı düşüncədir, həm onların tənqidi təfəkkürdə inkişaf edir, yaradıcılıqları ön planda olur, əməkdaşlıqdır, tənqidi yanaşma bacarıqları inkişaf etmiş olur. Dərsdə də müəllim dərs prosesini real həyatdan əlaqələndirə bilir. Uşaqlar da burada belə deyim, həm onlara maraqlı olur, həll yolları axtarırlar, nə isə yaradırlar, praktiki olaraq yerinə yetirirlər və nəticədə də təbii ki, öyrənmə daha mənalı və davamlı olur. Müəllim də dərsini effektiv şəkildə, maraqlı şəkildə qurmuş olur. Bu da tədrisdə dizayn düşüncəsinin effektivliyi. Ümid edirəm mövzunu başa düşdünüz. İndi bir neçə dənə test nümunəsinə də baxaq, yekunlaşdıraq. Bir də burada sizə kitabda, təm kitabında bir nümunədə verilib ağıllı sinif işıqlandırma sistemi. Yəni birinci mərhələdən ta 5-ci mərhələyə kimi uşaqlar burada nə edir? Ağıllı sinif işıqlandırması, o sensor işıqlar olan bu formada bir dənə belə deyim ki, nümunə orada qeyd olunub. Bunu da özünüz üçün oxuyarsınız. Deməli, baxaq bir dənə sual nümunəsinə. Sual 2-yə baxaq. Deyilir ki, aparılan müşahidələr nəticəsində şagirdlərin ev tapşırıqlarını vaxtında yerinə yetirməməsi müəyyən edilmişdir. Araşdırma nəticəsində problemin əsas səbəbinin tapşırıqların təqdimat formasının aydın olmaması olduğu aşkar edilmişdir. Şagirdlər dizayn düşüncəsinin ideya yaratma mərhələsində bu problemi həll etmək üçün rəqəmsal tapşırıq izləmə alətinin yaradılmasını ən uyğun həll yolu kimi seçilmişdir. Deməli, bu mərhələdə şagirdin dizayn düşüncəsinə əsasən prototipləşmə bacarığını ən düzgün əks etdirən fəaliyyət hansıdır? Deməli, aparılan müşahidələr nəticəsində şagirdlər tapşırıqları vaxtında yerinə yetirməməsi aşkar olunub və bunun da səbəbi təbii ki, uşaqlara tapşırıqların təqdimat forması aydın olmayıb. Və bunun üçün də artıq uşaqlar problemi həll etmək üçün rəqəmsal tapşırıq izləmə alətinin yaradılmasını ən uyğun həll yolu kimi seçiblər. Deməli, indi gəliblər prototipləşmə mərhələsinə. Prototipləşmə mərhələsində deyir, hansı düzdür? A-da deyilir ki, rəqəmsal tapşırıq izləmə alətinin
bütün funksiyalarını əhatə edən tam proqram təminatı hazırlamaq. Bu düzgün deyil, çünki tam şəkildə o proqramı əhatə eləyən mükəmməl bir şey yaratmaq biz dedik ki, prototipləşmə mərhələsində deyildi. Orada nə edik? Yəni tam hazır şəkildə o sadəcə fikirlərimizi nə edirdik? Sadə bir maket halına gətirə bilərdik, sadə bir model formasına gətirə bilərdik. Yəni burada məqsəd ideyanı görünən, yoxlana bilən, sınaqdan keçirən bir eskizə, posteri çevirmək idi. Yəni onu mükəmməl şəkildə həyata keçirmək deyildi. B-də deyilir ki, tapşırıq izləmə alətindən istifadə qaydalarını izah edən ətraflı metodiki vəsait tərtib etmək. Burada daha çox nəzəri bilikləri ön planda tutur, həmçində prototipə aid deyil. C variantında deyilir ki, alətin əsas funksiyalarını əks etdirən sadə maket və interaktiv nümunə hazırlayaraq onu məhdud istifadəçi qrupu ilə sınaqdan keçirmək. Təbii ki, burada cavabımız C variantı olacaq. Yəni bu alətin əsas funksiyalarını əks etdirən sadə bir maket yaradacaqlar və onun interaktiv nümunəsini hazırlayaraq sınaqdan keçirəcəklər. D-də deyilir ki, mövcud ev tapşırığı sistemin effektivliyini müəyyənləşdirmək üçün geniş miqyaslı qiymətləndirmə aparmaq. Geniş miqyaslı qiymətləndirməni o zaman apara bilər ki, məhsul ən son mərhələdə, tam hazır olandan sonra. Y-də isə deyilir ki, seçilmiş ideyanın bütün məktəb üzrə tətbiqi ilə bağlı inzibati qərarın qəbulunu gözləmək. Bu da ən son mərhələdə ola bilər ki, yəni tam yaratdıqdan sonra kiminsə istifadəsinə verilə bilər. İndi keçək o biri sualımıza. Üçüncü sualda isə deyilir ki, şagirdlər dizayn düşüncəsi prosesi çərçivəsində texniki cəhətdən tam işlək olmayan sadə bir poster və sxem hazırlayırlar. Bu yanaşmada dizayn düşüncəsinə nə dərəcədə uyğundur? Deməli, şagirdlər dizayn düşüncəsi prosesi çərçivəsində texniki cəhətdən tam işlək olmayan sadə bir dənə poster və sxem hazırlayıblar. Deməli, tam şəkildə işlək olmayan, mükəmməl olmayan sadə bir poster və sxem hazırlayıblarsa, bu hansı mərhələ olacaq? Təbii ki, 4-cü mərhələ prototipləşmə mərhələsi. A variantında deyilir ki, uyğun deyil. Çünki prototip mütləq texniki baxımdan tam işlək və real şəraitdə istifadə olunan bir məhsul olmalıydı. Baxın, bu uyğun deyil. Mən sizə dərsdə də bunu izah etmişdim ki, mütləq deyil ki, orada texniki cəhətdən tam işlək bir şəraitə gətirilsin. Çünki hələ sınaq mərhələsindədir o. Yəni ki, tam şəkildə hazırlanmır da, yəni sadə bir maket olur. B variantı qismən uyğundur, lakin yalnız ilkin ideya mərhələsində istifadə edilə bilər. Prototipləşmə mərhələsi üçün kifayət etmir. Yəni qismən uyğundur. Bu da düzgün deyil. Çünki burada belə deyim də, prototipdə biz deyirik ki, fikirlərimizi sadəcə sözlü şəkildə yox, onu gözlə görəcək bir hala gətirməkdir. Yəni yalnız ilkin ideya mərhələsində istifadə edilə bilər. Bu yanlışdır. C-də deyilir ki, uyğundur. Çünki prototipin mükəmməl və ya tam işlək olması vacib deyil. Əsas məqsəd ideyanı görünən və test edilə bilən bir formaya salmaqdır. Elə C variantı düzgün cavabdır. Çünki mükəmməl və ya tam işlək olması vacib deyil. Əsas məqsəd ideyanı görünən, test edilə bilən bir formaya salmaqdır. D-də isə deyilir ki, uyğun deyil. Çünki prototiplər yalnız texnologiya və mühəndislik yönümlü layihələrdə tətbiq olunur. Bu da yanlışdır. Uyğundur. Lakin yalnız müəllim tərəfindən hazırlanarsa, pedaqoji baxımdan məqsədə uyğun sayılır. Bu da yanlışdır. Çünki müəllim tərəfindən hazırlanması yox, burada şagird tərəfindən hazırlanması uyğundur. Burada da məsələn D-də yalnız texnologiya, mühəndislik yönümlü layihələrdə yox, bir sıra layihələrdə biz istifadə edə bilərik. 4-cü suala da baxaq, yekunlaşdıraq. Deyilir ki, 4-cü sualda müəllim sinifdə məktəbdə su israfının azaldılması mövzusunda fəaliyyət planlaşdırır. Şagirdlər empatiya mərhələsində müşahidə aparır, lakin ideya yaratma mərhələsində yalnız səthi və oxşar həllər irəli sürürlər. Bu vəziyyətdə müəllimin dizayn düşüncəsini prinsiplərinə uyğun, məqsədə uyğun praktik addımı hansı variantda əks olunub? Deməli, müəllim sinifdə məktəbdə su israfının azaldılması mövzusunda fəaliyyət planlaşdırır və şagirdlər empatiya mərhələsində hələ müşahidə aparır, lakin ideya yaratma mərhələsində yalnız səthi və oxşar fikirlər, həllər irəli sürürlər. Deməli, burada indi hansında problem varsa ona baxaq. A-da deyilir ki, şagirdlərin irəli sürdüyü ideyalardan birini seçir və prosesi sürətləndirmə məqsədi ilə birbaşa prototipləşdirmə mərhələsinə keçir. Bu yanlışdır. Prosesi sürətləndirməkdən ötürü birbaşa artıq prototipləşdirmə mərhələsinə keçmək düzgün deyil. Həmçinin də biz deyirik ki, ideya yaratma mərhələsində uşaqların hər bir həll yoluna biz mümkün həll variantı kimi baxmalıydıq. Yəni birbaşa dəyərləndirmə aparmaq, orada fikir irəli sürmək düz deyildi. Ona görə biz deyirik ki, prosesi sürətləndirməkdən ötürü birbaşa bir ideyanı seçmək düzgün deyil orada.
B-də isə deyilir ki, ideya yaratma mərhələsi dayandırır. Problemi müəllim baxış bucağından daha konkret və texniki şəkildə yenidən izah edir. İdeya yaratma mərhələsini dayandırır. Problemi müxtəlif baxış bucağından daha konkret və texniki şəkildə yenidən izah etməsi bu da uyğun gəlmir. C variantında deyilir ki, şagirdləri qısa müddətlik empatiya mərhələsinə geri yönəldir. Sual forması vasitəsilə problemi yenidən ifadə etdirməyi təşkil edir və beyin həmləsi üsulları ilə ideyaları şaxələndirməsini təşviq edir. Bəli, elə variantımız C variantı olacaq. Çünki burada da görürsünüz ki, müəllim su israfının azaldılması mövzusunda fəaliyyət planlaşdırıb və şagirdlər empatiya mərhələsində müşahidə apardı. Lakin ideya yaratma mərhələsində artıq problem var. Burada yalnız səthi və oxşar həllər irəli sürürlər. Deməli, birinci empatiya mərhələsində artıq təzədən qayıdıb, təzədən artıq orada müsahibələr apara bilər, sual forması ilə yeni problemlər, yəni problemin nə olduğunu tam şəkildə aydınlaşdırma aparmalıdırlar. Həmçinin də biz dedik ki, yəni bu mərhələlər bir-birinin ardıcıl olsa da geriyə dönüşü var. Yəni nəsə bir problem yarananda uşaq köhnə belə deyim ki, mərhələlərə qayıdaraq problemin nə olduğunu ortaya çıxarda bilər. D-də isə deyilir ki, mövcud ideyaları real icra imkanlarına görə qiymətləndirir, ən praktik görünən həlli seçir və digər ideyaları kənarlaşdırır. Digər ideyaları kənarlaşdırması birbaşa ideyaları qiymətləndirmə aparmaq, orada mühakimə etmək də düzgün deyildi. Çünki ideyaları biz deyirdik ki, şagirdlər orada məqsəd ən doğru ideyanı tapmaq deyildi. Müxtəlif və yeni həll variantları yaratmaq. Yəni hər bir şagird mühakimə edilmədən, heç bir məhdudiyyət olmadan mümkün qədər çox şəkildə ideya irəli sürə bilərdi. Y-də də deyilir ki, şagirdlərin səthi ideyalar sürməsini motivasiya çatışmazlığı kimi dəyərləndirir, fəaliyyəti müvəqqəti olaraq dayandırır. Bu da ümumiyyətlə uyğun bir variant deyil. Deməli, dərsimiz bu qədər. Ümid edirəm, başa düşdünüz. Rəy yazmağı, bəyənməyi unutmayaq. Sağ olun.